Əslində pul mövzusu haqda mən düşünürdüm ki, yetər qədər danışmışam, çoxlu podkastlar paylaşmışam. Əvvəldən məni izləyənlər bilirlər, çünki coachluğa başlayanda pul coachu kimi başlamışdım mən. Daha çox özümdə bu mövzuda işləyirdim. Pul, maddiyyat mövzusu, öz qazancımı yaratmaq istəyirdim. Və daha sonrasında isə düşündüm ki, bir müddət sonra, bir neçə ay sonra başqa mövzulardan danışım. Məsələn, valideynlər, sərhədlər, fərqli mövzular yəni. Düşündüm ki, pul bu qədər kifayətdir, amma zamanla sonradan sizdən gördüm ki, daha çox bu yöndə suallar gəlməyə başladı yenə. Mən təlimlərə necə pul tapa bilərəm, bu sıxıntıları necə çözə bilərəm? Ona görə ara-sıra yenə podkastlar paylaşdım. Sonra yenə məqsədlərdən danışdım, fərqli mövzulardan söz açdım. Amma məsələ orasındadır ki, bu dəfə sorumu paylaşanda sizinlə yenə də siz daha çox pulla bağlı suallarınızı yazdınız. Ona görə də qərar verdim ki, bu canlı yayım olsun. İndi bunlar deməyimin də bir səbəbi var. Hazır olun, sizə yeni bir xəbərim var. Keçən dəfə də paylaşmışdım mən sizinlə ki, elə bir ideya düşündüm ki, əgər inşallah ki, bu gerçəkləşsə, hansı ki artıq demək olar ki, son toxunuşlar qalıb, gerçəkləşmək üzrədir. Yeni gələnlər də xoş gördüm. Tam da yeni başlayırıq, yaxşı vaxta qatılmısınız. Deməli, mənim pul sirləri kanalım var idi, bilirsiniz, ora qatılanlar da var aranızdan. Bir kanal yaratmışam, pulla, maddiyyatla bağlı, həyatımızda daha çox maddiyyatı necə yarada bilərik, hansı səhvləri eləyirik, uğurun sirləri nələrdir, bütün bu kimi geniş mövzulardan danışdığım çox dərin, çox dəyərli podkastlarım var mənim. Və həmin podkastları mən özüm də yəni ehtiyac olmasa belə o qədər xoşuma gəlir ki, həmin podkastlardakı izahlarım, özüm də öz səsimi dinləyirəm. Sonuncu dəfə 2 gün əvvəl dinlədim. Amma bu dəfə dinləməyimin başqa bir səbəbi var. Çünki mən onları dinlədim və biraz daha editləyərək, tam maraqlı bir formata salaraq, artıq başqa platformalarda yayınlamağı düşünürəm. Tamamilə ödənişsiz şəkildə. Zaten sizinlə də ödənişsiz şəkildə bölüşmüşdüm. Bir çox faydalananlar olmuşdu. Geri dönüşlər də gəlirdi mənə şəxsidə. Bir dəqiqə. Hı -hı. Və düşündüm ki, niyə də daha çox qlobala çıxmayaq ki, bilirsiniz ki, musiqi platformaları var hal-hazırda. Azərbaycanda da istifadəsi artıq bir neçə illik ki başlayıb. Daha çox gənc insanlar istifadə edirlər. Spotify platforması var, Apple Music də var təbii ki və necə idi? SoundCloud. Yəni bu kimi YouTube Music də var. Bu kimi tətbiqlər var, hansı ki insanlar orada həm podkastlar dinləyirlər. Artıq bu bir vərdiş halı alıb insanlarda bir neçə ildir ki. Mənim özümə də maraqlı olan bir format idi. Zaten podkastlar paylaşmağı çox sevirəm. Yəni səs yazıları bu arada podkastlar nə idi deyərkən. Və artıq mən həmin podkastlarımı Spotify-da və digər bir platformada da paylaşmağa başlayacağam. İnşallah ki 2 gün sonra. Artıq demək olar hər şey hazırdır. Mən podkastları hazırlamışam. Seriya şəklində olacaq. 16 podkastdan ibarətdir və mən orada çox geniş bir şəkildə danışmışam ki, pul qazanmaq, necə pul qazana bilərik, niyə qazancımız azdır, artırmaq üçün hansı addımlar ata bilərik, zəngin insanlarla bağlı hansı yanlış algılarımız var və əslində necədir, uğurlu olmağın hansı düsturları var. Bunlar bəzən biz bu mövzuları araşdırırıq, yəni uğurun sirri, nə bilim, zəngin insanların vərdişləri, bəzən kitab oxuyuruq, bəzən videolar izləyirik bu haqda və müxtəlif şeylər eşitmiş ola bilərsiniz bununla bağlı, amma mənim dediklərim hər yerdə eşitdiyiniz tipdə olmayacaq. Ona görə də bunu da deyim. Ona görə deyirəm, dəyərli və fərqli podkastlardır. Və bütün bu podkastları cəmləşdirdim, sistemləşdirdim və 16 yox, əslində 12 podkast olacaq. Həftədə 3 podkast yayınlayacağam və linklərini də burada paylaşmağı düşünürəm Telegramda. Sizdən də gözləyirəm ki, mən Spotify-da paylaşarkən sadəcə linki sizə göndərəcəm, kanalda paylaşacağam və sizdən sadəcə bir neçə dəqiqənizi ayıraraq ora abunə olmağınızdır. Sadəcə bu təşəbbüs belə həm sizə faydalı olacaq, davamlı həmin podkastlarımı dinləyəcəksiniz çox rahatlıqla. Həftədə 3 podkast, yəni çox az zamanınızı alacaq, amma həqiqətən də buna dəyəcək. Zaten dinlədikcə özünüzü görəcəksiniz. Həm də zaten sizə də pul mövzuları daha maraqlıdır. Yenidən aydınlanacaqsınız və ən əsası orada sadəcə öyrənməyəcəksiniz. Sadəcə dinləyib keçmək üçün deyil, bilirsiniz mənim podkastlarımda. Qısacası, məsələn də deyək ki, pulunuz yoxdur ya da qazancınız azdır.
ya da çoxdan da bir rəqəmdə ilişib qalıb. Hər duruma uyğun olaraq mən ayrı-ayrıca izah eləyirəm ki, siz bu durumdan necə çıxa bilərsiniz və həll yolu nədir, nə eləməyiniz lazımdır? Həqiqətən nəticə əldə etmək üçün, yəni sadəcə öyrənmək deyil, həqiqətən nəticə verən üsulları mən orada sizə bölüşürəm. Pul xərcləmə qorxusundan tutmuş borca qədər, qazancı düzgün idarə eləməkdən, necə deyim, zənginlik düsturlarına qədər hər bir şey, qıtlıq bilinci, bütün pulla bağlı düşünə biləcəyiniz ən əsas mövzulardan mən orada geniş-geniş danışmışam. Yəni 4 həftə davam eləyəcək. Daha sonra isə keçidiləcəm başqa mövzularda olan podkastları yayınlamağa. Çox-çox sevinirəm, çox həvəsliyəm bu məqsədimi gerçəkləşdirmək üçün. Birdən yox əslində bir nəfər də eşitdim və bilmirəm o hələ də deyəsən gerçəkləşdirilməyib, amma mən dedim ki, niyə də bunu eləməyim? Bir də eyni zamanda həmin podkastları mən YouTube videoları şəklində paylaşmağı düşünürəm. Bir neçə gün ərzində onu artıq həll edəcəm. YouTube-da daha tez-tez yayınlanacaq. Əgər YouTube kanalımı izləmirsinizsə, özəlliklə buradan sizə çağırış edirəm ki, izləyəsiniz. Çünki sadəcə puldan yox, müxtəlif mövzulardan orada danışıram. İndiyə qədər də videolar paylaşmışam bir çox mövzularda. Keçid edib sizə maraqlı olan mövzuları dinləyib izləyə bilərsiniz. Hansı ki, zaten 10 dəqiqə civarında olan videolarda çox zamanınızı da almır. Təkrar webinarları da izləməyiniz hər zaman təbii ki, daha önəmlidir. Bəzən insanlar deyirlər ki, məsələn, 1 saatlıq webinar uzundur, vaxtım yoxdur, nə bilim, yorucudur. Əslində yorucu deyil. Sadəcə olaraq biz bəzən daxili tərəddüdlərimizə görə bu fürsətləri qaçırırıq. Yəni, daxilimizdə hələ də dəyişimə bəlkə də hazır olmadığımıza görə, yəni hansısa bir qorxular bizi saxladığına görə, əsas bir şey sizə açıqlayım. Qısaca, sonra keçirəm mövzumuzu artıq, sizi də çox gözlətməyim. Biz əslində daxildə hələ də valideynlərimizdən daha yaxşı yaşamaqdan qorxuruq. Buna görə tərəddüd eləyirik, buna görə qərarsız qalırıq, buna görə qorxular bizə imkan vermir addım atmağa. Bayaqki sualın cavabını da hətta belə, bilmirəm, xanım deyəsən yazmadı, amma mən deyim. Çünki əgər əlavə gəlir mənbəyi yaratmaq üçün addım atsaz, məsələn, ingilis dili öyrətməkdə, sizin şüuraltınız bilir ki, bu yaxşı bir şeydir, yəni sizə qazanc gətirə bilər, daha yaxşı yaşaya bilərsiniz. Amma şüuraltı hələ də valideynlərdən fərqli yaşamaqdan qorxur, özünü qoruyur. Buna görə də sizi ya qarşınıza maneələr çıxır, ya ertələyirsiniz, ya da addım atmağa çəkinirsiniz, qorxursunuz. Yəni sanki sizi nəsə tutub saxlayır. Bu tutub saxlayan şey əslində daxilinizdəki bu duyğulardır. Yəni günahkarlıq hissi, hansı ki, yəni yenə də deyirəm, mən bu haqda həmişə danışıram, yenə də danışacağam. Çünki ən önəmli məqamlardan biri də budur. Biz valideynlərimizdən əgər daha yaxşı yaşasaq, o zaman daxildə özümüzü günahkar hiss edirik. Ta ki, bu günahkarlıq duyğusunu işləyib aradan qaldırana qədər. Bu da belə. Artıq çoxlarınız bu haqda zaten bilirsiniz. Yüksəliş proqramına qatılanlar da var. Günahkarlıq duyğusunu artıq işləmisiniz. Bu duyğunu aşmısınız. Çünki mən orada 2 texnika paylaşmışdım sırf günahkarlıq duyğusundan çıxmaq üçün. Əlavə olaraq isə yenə də bundan ayrıca danışarıq. Yəni belə podkastlar yayınlayacağam. O da sizin üçün, yəni tövsiyəm odur ki, sona qədər hər birini dinləyəsiniz. Həmin platformalarda, eyni zamanda YouTube-da da. Və bir də deyə bilərsiniz ki, təkrar-təkrar dinləməyini neyirəm ki, yəni nəyimə lazımdır hamısını dinləmək. Təbii ki də hər cür bir şey düşünə bilirik biz insanlar, amma yenə də bunu da cavablayayım ki, öncədən. Mən özüm belə, mənə bəzən təlimlərlə bağlı soruşurlar. Daha çox da təlimlərdə bir yerdə olduğumuz xanımlar və bəylər fərqi yoxdur. Daha çox xanımlarla olduğu üçün təlimlər. Hədəf kütlə o idi də, yəni. Deməli, soruşurlar ki, bəs necə oldu bu qədər nəticə əldə elədiniz təlimlərdən? Mən sadəcə olaraq indi məni dinləyənlər üçün də bunu deyə bilərəm ki, mən birincisi ərinmədən bütün o video dərslərdir, təlim materialları, orada olurdu podkastlar, daha çox da olurdu webinarlar və video dərslər. Daha çox da webinarlar olurdu. Webinarlarda, məsələn, biz sizinlə eləyirik 1 saatlıq ortalama olaraq ya da 1 saat 10 dəqiqə, 50 dəqiqə belə çəkir. Amma həmin webinarlar 2 saat çəkirdi, bəzən 3 saat da olurdu, 2 saat yarım, saat yarım. Bu uzunluqda webinarlar idi. Bilmirəm, indi necə reaksiya verirsiniz, sizə təcrübli gəlir, yoxsa normal. Mən elə əvvəldən bəri, təbii ki,
yeni başlayanda biraz dedim necə uzundur, buna niyə baxım ki, ya da vaxtım yoxdur deyib bəzən yarımçıq çıxmaq istəkləri olurdu, amma mənə maraqlı gəlirdi deyə deyirdim yox sona qədər izləyim. Belə-belə mentoruma alışdıqca, onu daha yaxşı tanıdıqca və anladıqca ki, bu vebinarları dinləmək, bu təlimlərdə diqqətli şəkildə qalmaq o qədər önəmlidir ki, fokuslu qala bilmək bu arada. Yəni sadəcə dinləyib keçmək üçün deyildi zaten onlar. Ona görə də mən məsuliyyəti əlimə aldım və bütün günüm, hətta düzü bunu tövsiyə eləmirəm, amma sadəcə özümdən nümunə verirəm. Mən hətta olurdu ki, bütün günümü təlimlərə sərf edirdim. Yəni günə başlayarkən webinar dinləməklə başlayırdım. 2 saatlıq webinarı məsələn 3 saata bitirirdim bəzən. Qeydlər götürmək, biraz fasilə vermək bu baxımdan. Amma ikinci əsas məqam isə odur ki, webinarları izləmək, ərinmədən demədən ki, sabah baxaram, nə bilim uzundur, yarısına bugün baxım, yarısına sabah baxıram. Ya da başqa işlə məşğul olarkən əsla dinləmirdim. İndi də bunu eləməməyə çalışıram. Bəzən olur, biraz bildiyim mövzularda təkrar gedirəmsə və acil bir iş varsa paralelində, amma yenə də fokuslu qalmağa çalışıram dinləyərkən, yaxşı mənimsəmək üçün. Yəni ikinci olaraq isə mütləq və mütləq webinarları təkrar dinləyirdim. Bu çox önəmlidir, çox vacibdir. Bunun timsalında da sizə demək istəyirəm ki, mən YouTube-da bu yaxınlarda sizinlə elədiyimiz bütün webinarları artıq paylaşmağa başlamışam. Hətta orada ayrıca bir playlist hazırlamağı düşünürəm ki, webinarlar ayrıca görünsün. Siz ora daxil olub ardıcıllıqla baxa biləsiniz, daha rahat olsun. Mən özümdə belə sistemliliyi çox sevirəm. Planlı proqramda olsun, ardıcıl, səliqəli görünsün və qalır onların qapaq şəkillərini düzənləmək. Bunu da eləyəcəm. Daha maraqlı olması üçün. Yəni həmin webinarları çoxlarını qoşulmuşdunuz, canlı şəkildə dinləmişdiniz məni sona qədər. Və baxmayaraq ki, bir dəfə dinləmişsiniz, bir daha üzərindən keçin. Çünki adicə biz o vaxtlar dərs oxuyanda belə bir şey var idi ki, əgər üzərindən keçirdiksə, təkrar eləyirdiksə, daha yaxşı öyrənirdik. Çox yaxşı yadımızda qalırdı. Yazırdıqsa, qeydlər götürürdüksə, bunu daha yaxşı mənimsəyirdik hətta. Bunu da eləyirsinizsə, lap yaxşı sizi təbrik edirəm. Bir adım daha öndə olacaqsınız. Yəni belə sizə deyəcəyim əsas önəmli məqamlar bunlardır. Neysə, pulla bağlı. Bir səhifə açdım, 3 gün davamlı. Aha, bizim ən çox elədiyimiz səhvlərdən biri və nəticə ala bilməməyimizin səbəblərindən biri də odur ki, biz davamlı olmuruq. Amma bu mənə də daxildir. Bu mənə də aiddir daha doğrusu. Instagramda izləyənlər məni bilirlər ki, mən son neçə aydır ki, səhv eləmirəmsə, yəni əvvəllər davamlı idim, biraz unutmuşam. Amma ümumi olaraq mən sırf Instagramda çox davamlı ola bilmirəm. Bu arada yeni iştirakçımızı da salamlayıram. Enerjili bir xanım. Deməli, yəni Instagramda paylaşıram. Deyək ki, 3 gün hətta davamlı gedirəm. Sonra yenə nəsə bir şey olur, fasilə verirəm. Ya bir gün sonra qayıdıram, ya bir həftə sonra qayıdıram. Belə şeylər mən özümlə eləyirəm. Amma orada olmasa da Telegramda davamlılığı qorumağa çalışıram. YouTube'da. Bu arada YouTube'da belə bir şey dediyim sizdə. Hətta bayaq xanım özü də izləyirdim. Mən artıq bir SMM-lə də işləməyə başlamışam. Çünki komanda ilə işləmək bizim üçün çox önəmlidir. Sizi deməli ən çox maraqlandırırsa iş qurmaq, öz pulunuzu qazanmaq mövzuları sizə öyrəndiyim və özümə də tətbiq elədiyim ən önəmli məqamlardan birini demək istəyirəm ki, bu da komanda qurmaqdır. Hər şeyi özünüz eləməyə çalışırsınızsa, sizin enerjiniz təbii ki, yetməyəcək, yorulacaqsınız və həvəsdən düşəcəksiniz. Davamlı ola bilməyəcəksiniz buna görə də. Yəni sizi saxlayan məsələlərdən biri də budur. Amma əgər məsələn yeni başlamısınızsa, bu haqda biraz düşünə bilərsiniz ki, hələ bəlkə tezdir də komanda götürmək üçün, amma yəni onun ödənişini eləmək baxımından deyirəm. Amma yenə də siz könüllü biri ilə də çalışa bilərsiniz. Bir SMM-dən dəstək ala bilərsiniz səhifənin idarəsi üçün. Eyni zamanda mesajları cavablamaq üçün xidmət və ya məhsul satırsınızsa, mesajları cavablamağa çox vaxtınız getməsin deyə bir asistanla çalışa bilərsiniz. Hətta qazancı belə təyin edə bilərsiniz ki, deməli,
qazanca uyğun şəkildə tənzimlənsin. Deyək ki, bu ay 200 manat qazansam, bunun müəyyən faizini sənə verəcəm ya da nə bilim 1000 manat qazansaq bu qədərini verəcəm. Bu şəkildə sizə də rahat olar, daha güvənlə başlaya bilərsiniz. Yəni kömək ala bilmək önəmlidir. Hər şeyi mən özüm eləyərəm deyirsinizsə, o zaman irəli gedə bilməyəcəksiniz deyə bilərəm, çünki çox yorulacaqsınız. Məndə də çox idi bu, mən özüm proqramı, hər şeyi özüm əldə eləməyə çalışırdım. Bir də mənim köməkçi bir xanım da var, mənim menedjerim deyirəm ona. Hansı ki, onu da bir təlimdən tanımışdım, enerjisini çox bəyənmişdim. O da mənim videolarımı editləyir davamlı olaraq, çox kömək eləyir və sadəcə qalır onları paylaşmaq. Buna görə də sizə ürəkdən tövsiyə edirəm ki, bir komanda ilə çalışın. Bu həm vaxtınıza qənaətdir, həm işinizi asanlaşdırır, həm enerjiniz özünüzə qalır və əsasən də siz xidmət sahəsində çalışırsınızsa, müəlliməsiz, psixoloq, coach ya da başqa bir sahə, heç bir fərqi yoxdur. Lap olsun məhsul satışı edən bir səhifə. Ya öz işinizdir, ya başqasının işini idarə edirsiniz, heç bir fərqi yoxdur. Daha produktiv qala bilməyiniz üçün, daha çox yaradıcı ola bilməyiniz üçün komandanın köməyi sizə çox, yəni işinizi asanlaşdırmağa kömək eləyəcək. Bu da öz yerində və sizin yazdıqlarınıza əsasən deyə bilərəm ki, bir də bunu oxuyum. Aha, 18-19 yaşınız var. Mən də 20 yaşındayam. Həm yaşıtlarımı burada daha çox görürəm ümumiyyətlə. Hətta məndən yaşda kiçik olanlar da var, bir neçə yaş böyük olanlar da var. Fərqi yoxdur. Əsas olan odur ki, gənc auditoriyadır. Yəni, özümə yaxın hiss edirəm buna görə də sizləri. Təşəkkürlər, mən də sizə yəni, bu rəyinizi görmək sevindiricidir mənə görə. Keçən dəfə yazmışdınız ki, zəhmət olmasa yenə yaza bilərsiniz. Başqa hansı məsələlər var pulla bağlı. Bugün açıq sessiya eləmək istəyirəm. Gəlin elə bir mövzu seçək ki, həm hər biriniz yazın, buna görə önəmlidir. Sizin pulla bağlı hansı sıxıntılarınız var, hansı problemləriniz var, belə deyim. Ya da hətta gəlinin heç problem fokusu eləməyək. Bu daha yaxşı olar. Birbaşa məqsədlərinizi yazın. Yəni, indi pul qazana bilmirəm yazmaq əvəzinə yazırsınız ki, mən filan qədər qazanmaq istəyirəm. Amma real olsun bu məqsəd. Hal-hazırda məsələn 700 manat qazanırsınızsa, 10.000 qazanmaq məqsədi biraz daha çətin görünən bir məqsəddir. Daha əl çatan, deyək ki, bir ay ərzində əldə edə biləcəyiniz hansı məqsədi ki, gözünüz alır, onu yaza bilərsiniz və bu yöndə işləyək. Yəni, qısacası hətta ola bilər ki, pul yığa bilməmək, ancaq xərcləmək yaxşı mövzudur. Və burada məqsəd ola bilər ki, artıq pul yığmaq istəyirəm, güvən yatağı yaratmaq istəyirəm. Əgər bu mövzu sizlərdə də yenə ortaq çıxarsa, bu mövzunu işləyə bilərik. Aha, və gəlin belə eləyək, görürəm yazırsınız, mən 700 manat qazanmaq istəyirəm. Bəs hal-hazırda qazancınız nə qədərdir? Məsələn, hal-hazırda sıfırdırsa ya da çox azdırsa, birdən-birə 700 yenə də böyük görünəcək. Necə pul yığmaq, vərdiş edək. Aha, pul yığmaqla bağlı ikinci sual da gəldi. Yenə burada iştirakçılarımız yazsınlar, fərqli-fərqli baxaq. Çünki gəlin sizə başlamazdan əvvəl açıq sessiya haqqında qısaca da danışım ki, necə olacaq, siz də hazırlaşın. Deməli, açıq sessiya belədir ki, deyirəm səsim gəlir. Aha, açıq sessiya belədir ki, hal-hazırda burada ona yaxın iştirakçı var. Çox sevindim. Və burada 8 nəfər iştirakçı var, 7 nəfər. Və sizlərdən bir nəfəri seçəcəm, hansı ki, bugün bu mövzunu işləmək istəyirsiniz. Məsələn, olsun pul yığmaq. Pul yığa bilmirəm, istəyirəm ki, artıq pul yığa bilim. Davamlı hər şeyə xərcləməyim. Yəni, güvən yatağı da olsun, həmçinin də xərcləyin. Belə bir məqsədiniz var, deyək ki, siz orada sadəcə əlinizi qaldırırsınız, kim ki istəyir qatılmaq canlı şəkildə. Yəni, görüntü açmağa ehtiyac yoxdur, görüntü açmırsınız, narahat olmayın. Sadəcə səsiniz eşidiləcək. Mən sizə müəyyən suallar verəcəm, siz cavablayacaqsınız. Daha sonrasında isə biz seans aparacağıq. Yəni, hal-hazırda buna sizə nə mane olur, aşkarlayacağıq və sonra şüuralı texnika ilə bunu işləyəcəyik. Və daha sonrasında isə sizə hərəkət planı verəcəm ki,
Bundan sonra pulu necə yığa bilərsiniz, necə idarə edə bilərsiniz? Hətta qarışıq eləyə bilərik mövzunu. Pul saxlaya bilməmək və pul yığa bilməmək, pulu idarə edə bilməmək. Belə olar, daha geniş olar. Və əsas məsələ isə odur ki, mən deyək ki, bir xanımla, bir nəfərlə seansı apararkən eyni şəkildə siz də eləyirsiniz. Biz nə eləyiriksə, siz də eynisini eləyirsiniz. Mən zaten gedişatı deyəcəm ki, nə eləyirik, nə yazırıq, hansı sözləri təkrarlayırıq. Bu şəkildə gedir. Açıq sessiya, yəni belə olur. Hı -hı. Hal-hazırda heç olmur. Olanda çox az 200 manat. Bəli, bəli. Yəni ortalama aylıq gəliriniz 200 manatdırsa, bunu götürə bilərsiniz ki, hal-hazırdakı A nöqtəsi budur. Və 200 manat qazanırsınızsa, bu da çətinliklə gəlirsə, birdən-birə 700 manat qazanmalıyam məqsədi məndən soruşsanız, məncə biraz daha çətin görünəcək sizə bunu eləmək. Və bu da yəni, nə qədər çətin görünürsə, o qədər də təbii ki, həmin məqsədə çata bilmirik. Və İngilis dili müəlliməsiyəm, həm də marketinq üzrə mütəxəssis. Marketinq üzrə mütəxəssisliksə çox gözəl. Əslində siz satışla bağlı sorğular yazmışdınız, amma təbii ki, satışla marketinq fərqli sahələrdir, bunu bilirəm, amma yenə də müəyyən qədər satışda bunu düşünürəm ki, göstərə bilərsiniz. Zəhmət olmasa bunu cavablayarsınız ki, marketinq bilmək hal-hazırda işinizə kömək eləyir. Yəni tətbiq eləyirsiniz müəyyən strategiyalar satışlarınızı artırmaq üçün. Bir şey almaq, məqsəd qoya bilərik. Əslində olar, yaxşı məqsəddir. Məsələn, məqsəd qoyaq ki, telefon almaq ya da başqa bir şey almaq. İndi yenə yazın. Əgər aranızda elə biri varsa ki, bugün istəyir ki, nəsə bir şey alsın, bu məqsədə çatsın. Deyək ki, telefon almaq, nə bilim, notebook almaq ola bilər, maşın almaq ola bilər, nə ola bilər başqa. Hər hansı bir əşya, biraz bahalı bir geyim. Amma düşünürəm ki, bugün pulla bağlı daha çox danışmışıq. Onu başqa bir zamanda eləyərik. Mən planşet almağı hədəflədim. Ola bilər, yəni biz seansımızı aparanda siz bu məqsəd üçün də eləyə bilərsiniz. Yəni ümumi olaraq duyğuları işləyəcəyik. Sizə bu məqsədə çatmağa nə mane olursa aradan qaldıra bilərik, yəni. Aha. Görürsən iPhone telefondur. Bu il mən də istəyirəm iPhone almaq. iPhone 17-ni yəni. Mən narıncı rəngi normalda sevmirdim, amma o telefonda görəndən sonra xoşum gəldi və düşünürəm ki, mənim də olmalıdır. Amma madam ki, nəsə almaqla bağlı sorğular gəldi, açıq sessiya mövzusu başqa olsun, pul yığmaqla bağlı olsun deyə düşünürəm. Əl qaldıranları gördüm. Yenə də siz kim ki açıq seansa qoşulmaq istəyir, bir nəfəri seçəcəm. Könüllülər əllərini qaldırsın, mən oradan bir nəfəri seçəcəm və biz başlayacağıq eləməyə. Və digərləri də sizlər də bizə qoşulub davamlı eləyəcəksiniz. Paralel gedəcəyik. Sadəcə bir nəfərin səsini eşitsək də yəni. Deməli, nəsə almaq istəyirsinizsə, telefon, planşet, MacBook ya da başqa bir şey, hər hansı bir əşya, ya geyim, nə bilim, nəsə bir şey istəyirsiniz almaq. Hətta çoxdan da bunu arzuluyursunuz, məqsədləyirsiniz, amma hələ də buna çata bilməmişsiniz. Hələ də bu alınmayıb. Ya pul çatmır, ya nə bilim, nəsə problem çıxır, qalır, ya bilmirsiniz necə eləyəcəyinizi, alındıra bilmirsiniz. Nəyəsə görə, yəni qısacası çoxdan da bunu almaq istəyirsiniz, amma alınmır. O zaman bu onu göstərir ki, burada diqqətli olun deyəcəklərimdə. Çünki hal-hazırda bu məqsədə çata bilməyərkən sizin yaşadığınız müəyyən duyğular var. Hansısa duyğular, məsələn, məyus olursunuz bunu ala bilmədikcə, ya da başqasında görürsünüz, məsələn, deyək ki, orada istəyirsiniz telefon almaq. Deyək ki, mənim əlimdə görürsünüz eyni telefondan və məyus olursunuz. Ya da rəfiqəniz alır, siz görürsünüz ki, məndə yoxdur, pis hiss edirsiniz özünüzü, məsələn, özünüzü bacarıqsız hiss edirsiniz, yetərsizlik duyğusuna düşürsünüz, uğursuz olduğunuzu hiss edirsiniz. Bəlkə də düşünürsünüz ki, dünya ədalətsizdir. Və ya başqa duyğu ola bilər, fərqi yoxdur, sadəcə fərqinə varın bunun. Və məsələ burasındadır ki, bizə bəzən həmin məqsədə çatmaq yox,
ona çata bilməmək daha güvənli gəlir. Çünki uşaqlıqdan təkrar yaşadığımız duyğular var. Bundan çox uzun danışmayacağam, amma önəmli məqam budur ki, deməli, biz bunun fərqinə varandan sonra lazımdır artıq hal-hazırda məqsədə çatmayarkən hansı duyğunu yaşayırsınızsa, o duyğunu təsbit eləyin. Məsələn, deyək ki, məndə daha çox məyusluq idi. Ayrıca tədbirə qatıla bilməyəndə, mən bu haqda danışmışdım, bilirsiniz. Tədbirə qatıla bilməmişdim, çox məyus olmuşdum. Davamlı bu duyğuda itib qalırdım və nəyisə qaçırmış kimi hiss edirdim. Sanki əlimdən verdim bir fürsəti və özümü danlamağa başlamışdım. Bu duyğu mənə uşaqlıqdan tanış idi deyə, indi də həyatımda elə durum yaradırdım ki, hansısa bir məqsəd qoyum. Məsələn, istəyirəm ki, 1000 manat qazanmaq alınmır. Tədbirə getmək istəyirəm, alınmır. Telefon almaq istəyirəm, alınmır. Alınmadıqca bu hissləri yaşayıram və mən bunun fərqinə varana qədər bu davam eləyirdi. Və indi də siz bugün bunun fərqinə varana qədər bilirəm ki, bu duyğuların döngüsü davam eləyirdi. Gəlin mənlə razısınızsa rəydə yazın. Nəyin fərqinə vardınız deyin. Ona uyğun davam edək. Və gəlin əsas həll hissəsinə keçək ki, bəs nə edə bilərik bundan sonra bu fərqindəliklə? Bilirsiniz, əslində çox danışmışam, yenə də qısaca üzərinə keçib mövzu belə gətirdi ki, məqsədə doğru marafonu var. Hansı ki, həmin marafondan mən özümə yazdığım texnikanı təqdim edirəm sizlərə. Mən özüm bayaq dediyim kimi, bu duyğuların döngüsündən necə çıxdımsa, artıq özümdə istədiyim məqsədləri gerçəkləşdirmək gücünü necə tapdım. Məsələn, aydınca sizinlə davamlı webinarlar keçirmək belə mənə çətin görünürdü. Ya alınmırdı, ya ertəliyirdim. Bilirsiniz, bəzən görürdünüz ki, gün dəyişirdim, belə şeylər eləyirdim. Və bunu eləmədikcə yenə də eyni duyğular yaşayırdım. Ta ki, həmin texnikanı eləyənə qədər. O texnikada artıq şüuraltı ilə işləyirik, daha dərindən bu döngüdən çıxa bilirik. Və artıq arxada qoyuruq həmin o təkrar duyğuları, məyusluq, günahkarlıq, nə bilim, çoxdur da bilirsiniz, uğursuzluq hissi, ədalətsizlik düşüncələri. Yəni, məsələ isə bunlarla bağlı deyil. Yəni, hal-hazırda nəsə alınmırsa həyatınızda, siz bunun günahkarı deyilsiniz, bacarıqsız deyilsiniz, yetərsiz deyilsiniz, ya da belə bir şey yoxdur. Sadəcə, ola bilər, indiyə qədər belə hiss edirdiniz, amma artıq siz özünüzü güc tapa bilərsiniz bu məqsədi gerçəkləşdirmək üçün, bu istəyinizi reallaşdırmaq üçün, ayrıca nəsə bir şey almaq üçün belə. Hal-hazırda, yəni qısacası sizə mane olan məhz bu duyğulardır, hansının ki, bugün siz fərqinə vardınız, özünüzü dinlədiksə əgər, mənim dediyim sualı özünüzə verdiksə, bu duyğu hal-hazırda sizi həmin məqsədinizdən uzaqlaşdırır və məqsədə doğru marafonuna qatılanlar bilir ki, artıq aranızdan qatılanlar da var. Həmin marafondakı bir texnika özü, həmin texnika daxilində siz bir də texnika ilə bağlı suallar gəlir, onu da deyim ki, biz bugün zaten yenə bir texnika eləyəcəyik. İnşallah birazdan düşünürəm ki, şuuraltı texnika eləyər. Pul mövzusunda olacaq bu dəfə. Bu fərqlidir, o fərqlidir bu arada. Yəni, onda görəcəksiniz ki, texnikalar necə işləyir, şuuraltı texnikalar necə nəticə verir. Və həmin texnikada biz həmin o təkrar duyğuların döngüsünü dayandırırıq, bir stop deyirik. Hansı ki, indi məni dinləyərkən mən artıq məyus olmayacağam deməklə olmur. Şuuraltıda bunu daha dərindən proqramlamaq lazımdır. Bu belə işləyir, yəni. Gəlin, elmi açıqlamasına da baxaq bunu. Və ikinci olaraq isə siz necə bir həyat yaşamaq istəyirsinizsə, nə qədər qazancınız olsun, necə bir münasibət istəyirsiniz, harda yaşamaq, necə bir gələcək xəyal eləyirsinizsə, artıq onu əldə eləməyə özünüzə icazə verməyə başlayırsınız həmin texnikada. Artıq özünüzə bir güc tapırsınız və artıq təkrar bu duyğular sizə mane olmur. Yəni, indiyə qədər hansısa bir məqsədlərə çata bilmirdiksə, bunun maniyəsi həmin duyğular idi və həmin texnika sizə nə verir? Bunu verir ki, artıq həmin maniyələr aradan qalxır. Maniyələr aradan qalxandan sonra da nə olur? Siz artıq adımlaya bilirsiniz istədiyiniz hər bir şey üçün. Qısacası belə və mən bugün elə indi yox. Canlı yayın bitəndən sonra ya da sabah dərhal paylaşacağım mən qeydiyyat linkini. Bu fürsəti qaçırmayın, çünki qısa müddət sonra mən marafonun qiymətini də artırmağı düşünürəm və bir də artıq endirim olmayacaq.
Çünki yəni hal-hazırda daha əlçatan olmağının, yəni 15 azyarin olmağının bir səbəbi var ki, istəyirəm biraz daha çox insan bunları aşsın aranızdan. Çünki mənim məqsədlərinizi çox yazırsınız və buna çata bilmədiyinizi görəndə mən də biraz üzülürəm. Bunları geridə qoymağınız üçün, daha çox insanın ora rahat qatıla bilməsi üçün hal-hazırda cəmi 15 AZN-dir. Amma mən özüm həmin texnikanı daha bahalıya sanki belə deyim də, həm daha çox zamanımı sərf eləmişdim bunu anlamaq üçün. Seanslar almışdım, özüm biraz dinləmişdim. Həm də bilirsiniz, davamlı təlimlərdə idim. Biraz fasilə vermişəm bu yaxınlarda, amma yenə də. Yəni belə. Ona görə də yəni hal-hazırda burada qiymət onun dəyərini təyin eləmir. Dəyəri daha yüksəkdir və bu haqda mən zaten danışıram. Ona görə də çox danışmayaq. Gəlin keçək əsas hissəmizə. Burada bayaq 2 nəfər var idi ki, əlini qaldırmışdı seansa qoşulmaq üçün. İndi isə 1 nəfər var. Əgər qatılmaq istəyənlər varsa, əlinizi qaldırın, mən seçim eləyəcəm. Yenə də deyirəm, nəzərə alın və sonra seçirəm. Başlayırıq artıq. Gecikdirmədən. Hal-hazırda bir nəfərin adını seçəcəm, səsini açacağam və siz artıq burada qəbul edirsiniz ki, sizin səsiniz eşidiləcək. Burada olan iştirakçılar da, daha sonra mən bunu paylaşanda qayd edirəm hal-hazırda webinarı və daha sonra YouTube-da da paylaşacağım. Yəni nəzərə alın ki, sizin danışdıqlarınız orada da eşidiləcək. Əgər bununla razısınızsa, o zaman heç bir problem yoxdursa, sonra əgər deməyəcəksinizsə ki, mən olan hissəni kəs, o zaman yəni mənim üçün də bir problem yoxdur. Sizin də açıq sessiyaya başlaya bilərik. Burada heç kim əlini endirmədi. Düşünürəm ki, razısınız. Və mən bir nəfəri seçirəm. Nuray xanımı seçdim bu dəfə. İstədim ki, ilk dəfə olsun. Yəni, heç vaxt açıq sessiya eləmədiyimiz biri. Və mən səsinizi açdım, Nuray xanım. Buyurun. Zəhmət olmasa danışın, yoxlayaq ki, səs gəlir yoxsa yox. Sonra mən deyəcəm, nə eləyirik. Səsim gəlir. Bəli, Nuray xanım. Axşamınız xeyir. Tamam, axşamınız Zəhmət olmasa xeyir. deyərdik səsi şəkildə. Məqsədiniz nədir bugün? Bugün məqsəd qoymuşdum ki, bir planşet var, hansı ki, yəni daşınması daha rahat olan bir növdədir. Mənə də çox ehtiyac olur hal-hazırdakı fəaliyyətim üçün, onu almağı hədəfləyirəm. Aha. Bayaq deyəsən yazmışdınız. Çoxdan da istəyirsiniz bu telefonu, bu planşeti, amma alınmır, Planşet, hə? bəli. Əvvəl ehtiyacdan yəni fikirləşirdim, artıq istifadə edənə də qarşıma çıxır. Daha çox həvəslənirəm. Bəs sizə belə bir sual versəm ki, sizcə bu məqsədə çatmağa sizə nə mane olur? Mane olan hal-hazırda onu almaq üçün tam yəni məbləğ olmamaqdır. Bir də maddə ilə maraqlanmamışam. Belə çox da detallara girməmişəm, hansı modeli istəyirəm, belə ona görə ola bilər. Aha. Deməli, mən indi anladım mövzunu. Çoxlarımız da tam da belə bu şəkildə məqsədlər qoyuruq özümüzə. Deyirik ki, mən telefon istəyirəm, ya da maşın istəyirəm, ev istəyirəm, nəsə bir şey istəyirəm. Belə deyirik, beynimizdə tuturuq ki, hə, mən bunu istəyirəm, inşallah ki, arzulayıram, nə zamansa olar. Vaxtilə mənim də belə arzularım çox idi. Uşaqlıqdan bəri düşündüyüm və belə yanaşırdım. Amma heç dəqiq soruşsaydınız ki, məndən nə istəyirsən, necə bir telefondur o, necə bir şeydir, bunu heç özüm belə dəqiq bilmirdim. Eyni durumu indi burada da görürük ki, telefon istəyirik, illərdir ki, telefon istəyirəm deyirik, amma gəlin burada reallıqlardan danışaq. Hər şeyi birbaşa deməyi mən artıq sevirəm. Çünki bu daha yaxşı nəticə verir sizlərə. Nəinki bunu uzatmaq, nə bilim, nəsə ilişkilər qurmaq. Hər kəsi yoran bir şeydir, lazım deyil. Reallıqla üzləşəcəyik. Sadəcə belə deyirsiniz ki, planşeti istəyirəm, illər arzulayıram, belə bir əyləşəm. Nə zaman planşetim olacaq. Amma məsələn, markası ilə anlamadığınızı, hansı model olduğunu təyin eləməyinizi görürəm. Həm üçüncü səbəb isə ki, düşünürəm yoxdur deyə bunu
ala bilmiyorum. Puldum yani. Ama ben podcast'ın bayı sırf mevzudan danışmıştım ki demedim. Bəzən pulla bir mane kimi baxırıq. Deyirik ki, pul olsa eğer pul belə bilmirəm, amma məsələ deyil. Əslində realıq deyil. Mən əvvəl bu inancla yaşayırdım. Deyirdim ki, pul qatılaram, olanda eləyərəm. Amma çünki yəni ailəmizdən də belə eşitmişik, özümüz də belə düşünmüşük. Bu daha rahat gəlirdi bizə. Bəli. Amma əslində realıq budur ki, pul biz hazır olanda gəlir. Məsələn, mən öz təcrübəmdən bilirəm ki, mən hansı təlimə ki, qatılmağa tərəddüd eləyirdim, daxilimdə nəsə qorxularım var idi ya da üzləşməyə hələ hazır deyildim, nələrləsə, deyək ki, terapiyaya hələ ki hazır deyildimsə, həmin dönəmlərdə mənə təbii ki, bunun üçün pul gəlmirdi. Ola bilər ki, geyim almağa pulum var idi, amma təlim üçün yox idi. Nə zaman ki, mən tərəddüdlərimi işlədim, mənə mane olan duyğular aradan qaldırdım, nə məni saxlayır. Bayaq da hansı ki, siz səbəblərdən birini demişdim, xatırlayırsınızsa. Bir də təkrarlamayacağam. Ona görə deyəm, diqqətli şəkildə dinləyək. Və bu duyğuları aşandan sonra, tərəddüdləri yenəndən sonra artıq biz axı hazır hiss edirik özümüzü. Hazır hiss edəndə artıq başlayırıq çözüm yolları tapmağa ki, mən bunun üçün pul necə qazana bilərəm, necə əldə edə bilərəm, necə bunu reallaşdıra bilərəm. Yəni, məsələ bundan ibarətdir. Mən belə geniş danışıram, çünki hər kəsə aydın olsun, hər kəs öz məqsədinə uyğun şəkildə buradan bir fayda götürsün. Aha. İndi gəlin sizə əsas məsələyə baxaq. Bəs nəyə görə belədir? Nəyə görə belədir? Əgər məndən sorursaz, bir çox seanslarda görünən məsələ budur ki, biz bəzən belə məqsədləri, belə arzuları ona görə təyin edirik ki, hansı ki bizə uzaq görünür də. Yəni normalda əgər bir insanda nəsə bir şey arzuluyursa, məqsəd deyirsə, deyək ki, telefon almaq. Hal-hazırda mənim məqsədim var telefon almaq, amma bilirəm ki, hansı markadır? iPhone 17 Pro Max. Qiymətləri də maraqlanmışam. Və bilirsiniz, hal-hazırda kreditlə də almaq olur, hər cür şəraitləri var. Bunu mən artıq dəqiqləşdirmişəm. Bu yaxınlarda plan qurmağı da düşünürəm bunun üçün. Ki, neçə ay ərzində əldə etmək olar. Yəni, biraz zaman göstərər deyə düşünürəm. Amma buna hazır olanda başlayacağım bunun üçün addımlar atmağa. Yəni belə. Amma əgər biz bu məqsədi hələ də dəqiq təyin eləməmişiksə, illərdir sadəcə belə bir uzaqda görünən məqsəd kimi görünürsə, burada bir məsələ var böyük ehtimalla. İndi gəlin biraz daha dərindən baxaq buna. Yəni bu məqsəd ümumiyyətlə sizə necə hiss elətdirir? Bunu arzulamaq, nə zamansa telefonu alacağam demək, necə hiss elətdirir sizi? Yəni məsələn, uzaq və əl çatmaz, sanki toxunulmaz bir şey kimi hiss elətdirir, yoxsa necə? Sadəcə ən yaxşı anı gözləyirəm. Məsələn, hansı markanı seçəcəyimi belə deyirəm ki, bunun üçün də bir ayrı vaxt ayırmaq lazımdır ki, araşdırmaq lazımdır qiyməti, necə kreditlə götürmək olar, nə qədər belə məsələlərdə ayrı vaxt ayıracağımı düşünürəm. Amma o da gəlmir. Aha, bu da bir illüziyadır əslində. Vaxt hardansa gəlmir də reallıqda, ya da pul hardansa gəlmir. Yəni hardansa nə vaxtsa pul gələcək, nə vaxtsa vaxt ayıracağam buna, onların markasını araşdıracağam. Bu illüziyadır. Tam da buna görə illərdir hələ də bu telefonu ala bilməmişik. Səbəbi isə budur ki, bayaq da dediyim kimi, çünki əgər siz indi məni dinləyərkən, Nuray xanım, siz həmçinin də məni dinləyən digər iştirakçılar bir məqsəd təyin eləmisiniz, bilirəm. Bu məqsədlə bağlı mənim dediklərimi nümunə kimi götürün və daha sonra necə hiss elədiniz, mənə rəydə yazarsınız mütləq. Nuray xanım da səhv şəkildə deyəcək. Deməli, hal-hazırda bu məqsədə hələ də ona görə çatmamısınız ki, hələ də ona görə sizə uzaq görünür, bir arzu kimi qalıb ki, bunu eləmək, bunu əldə eləmək. Çünki əgər birdən bunu əldə eləsəz, daxildə düşünürsünüz ki, valideynlərimdən daha yaxşı yaşamış olacağım və bu sizə günahkar hiss elətdirəcək. Yəni, əslində valideynlərinizin eləmədiyi bir şeyi eləmək sizə qorxulu gəlir. Nə dərəcədə aid hiss elədiniz bunu özünüzə? Yəni, məsələn də deyək ki,
daha keyfətli bir telefon istəyirsiniz böyük ehtimalla, hansısa bir marka. Dəqiq təyin eləməsəniz də hər halda yaxşı bir telefon istəyirsiniz. Amma təbii ki, bu çoxlarımızda valideynlərimizdə görmədiyimiz ya da onlarda biraz daha fərqli olur və bu elə bir məsələdir ki, adi bir şeydir belə özünü göstərə bilir. Məni dinləyənlər üçün deyirəm. Aydınca biz telefon alanda belə, əgər biz valideynlərimizdə görmədiyimiz bir şeyi məqsədləmişiksə, onlarda olmayan bir şeydir, deyək ki, bu telefon ya maşın ya başqa bir şey. O zaman bunu eləmək bizə daha çətin alınır, nəinki onlarda gördüyümüz bir şey eləmək. Mən həmişə bir misal deyirəm. Məsələn, maaşlı işə girmək bizə daha rahatdır, nəinki öz biznesimizi qurmaq. Əgər valideynlərimizdən birinin öz biznesi yox idisə, çoxumuz görmüşük ki, maaşlı işdə çalışırlar. Valideynlərimizdə olduğunu gördüyümüz hər bir şeyi əldə eləmək bizə daha rahat olur. Onlarda olmadığını bildiyimiz şeyləri əldə eləmək isə həmişə çətin olur. Biz düşünürəm ki, bugün tam da bu mövzunu işləsək, tam da yerinə düşər. İndi mənim Bəli. deyin zəhmət olmasa. Eynən bunu gözləyirdim əslində. Doğrudur. Məsələn, mən istədiyim planşet, mən heç valideynlərimdə elə bir planşet növü məsələn görməmişəm də, həm də nəsil fərqi olaraq, yəni o zamanlar elə yox idi və düşünmürəm məsələn onun istifadə qaydaları, onlar necə istifadə edir, bundan tanışdığım da yoxdur. Mənə ona görə də bəlkə uzaq və mükəmməl bir kimi görünür. Bu fikirdən çox razıyam. Aha, tamam. Mükəmməliyyətçilik də var deməli burada. Bəli. Bugün bu mövzunu işləyək sizinlə. Qısa bir texnika eləyərik. Çox uzun eləmək istəmirəm bugün. Daha sonrasında isə mən sizə burada chat bölməsində göndərərəm. Mənim ödənişsiz texnikam da var, mükəmməliyyətçiliklə bağlı. Sabah yox, o biri gün onu eləyərsiniz. Yəni ard-arda olmasın. Bugün seans eləyirik. Sabah texnika, yəni şuuraltını çox yormayaq, belimizi çox yükləməyək. İndi isə hər kəs hazırlaşsın. Hətta istəyirsinizsə yanınıza sularınızı gətirin, qoyun və özünüzə rahat bir ortam yaradın. Hər biriniz, məni dinləyən hər kəs. Deməli, otaqda təksiz, yəni başqa heç kim olmamalıdır. Əgər başqa biri varsa, o zaman yəni ya öz otağınıza keçin, ya alınmırsa da qalsın bunun təkrarını yükləyəndə sabah böyük ehtimalla yükləyərəm. Onu da eləyərsiniz. Yəni otaqda tək olmağınız, rahat bir zamanda eləməyiniz önəmlidir ki, tam fokuslana biləsiniz, daha dərindən nəticə versin bu texnika sizə. Əgər hazırsınızsa yavaş-yavaş mənə rəydə yazın ki, hazıram. Ona qədər mən buradakı sualları da oxuyum. Ən az 2 dəqiqə gözlüyüm ki, hər kəs hazırlaşsın texnikanı eləməyə. Və keçirsiniz öz otağınıza, yavaş-yavaş deyim. Və əyləşirsiniz. Uzanmaq çox da yaxşı deyil, yəni uzanarkən biraz daha fərqli reaksiyalar olur. Yəni o daha çox meditasiyalar üçün keçərlidir. Biz burada meditasiya eləmirik, texnika eləyirik. Biraz bunlar fərqlidir. Bu arada mənim ödənişli təlimlərimə qatılanlar bilirlər ki, mən ayrıca bir ətraflı, geniş bir şəkildə yazmışam ki, şuuraltı texnikaları necə eləyirik, hansı qaydayla. Bunu bilmemiz çox önəmlidir. Ama buradan da deyirəm təbii ki. Bəli, satış nəticədir, marketinq isə proses. Bu yaxınlarda elə eynən bu cümləni eşitmişdim. Mənə də maraqlı sahədir bu. Satışla o vaxtda maraqlanırdım. Amma siz prosesə fokuslanın, mən sadəcə burada sualları oxuyuram. Və gəlin sizə burada bir şey yadıma düşdü, önəmli bir şey də deyim, sonra başlayaq. Mən düşündüm ki, sizdən pulla bağlı suallar çox gəldiyinə görə dedim ki, birinci və sonuncu dəfə böyük bir proqram hazırlamaq istəyirəm pul mövzusunda. Və düşünürəm ki, ödənişi də çox yüksək olmayacaq ki, daha əlçatan olsun sizlərə. Yəni, hər baxımdan nəzərə alaraq, burada öz gəlirini yarada bilməyən, amma bunu istəyən də çoxdur. Və ya az qazananlar da var, yaxşı gəliri olan, bunu artırmaq istəyənlər də var. Hər cür insan burada var.
Ortalama olarak 50 aziyet civarında olmağını düşünürəm, amma çox geniş olacaq. Mən orada həm borc mövzusundan danışacağam. Borc ümumiyyətlə çox geniş bir mövzudur. Əgər borcunuz varsa ya da özünüzü borca düşməkdən qorumaq istəyirsinizsə, o zaman diqqətli şəkildə dinləyin. Bunun top 3 səbəbi var. Həm nəsil döngüləri, həm valideyni olan bəzi duyğular, həm də özümüzün alma-vermə balansı ilə bağlı. Bunlar geniş mövzulardır. Yəni hər biri üçün ayrı-ayrı mən sizə texnikalar təqdim edəcəm həmin proqramda. Sonra biz bəzən qazanmaq istədiyimiz məbləği gözümüzdə çox böyüdürük və bu bizə əlçatmaz göründüyünə görə ona görə də qazana bilmirik. Bunun üçün ayrıca bir texnika olacaq. Hər birini yəni yadda saxlayın, görün nə qədər olacaq da yəni. Çünki hər biri önəmlidir. Daha sonra deyək ki, valideynlərdən daha çox qazanma qorxusunu ayrıca işləyəcəyik. Əlavə olaraq çoxlarımız görmüşük ki, valideynlərimiz daha əziyyətlə qazanır, çox işləyirlər, nə bilim çox bəzən deyirlər ki, pulumun bərəkəti yoxdur və indi görsək, biz özümüzdə eyni sxemləri təkrarlayırıq çoxlarımız, əgər bunun üzərində işləməmişiksə. Mən özüm də bir il əvvələ qədər başqa sahədə çalışırdım əvvəllər, sonra təlimçiliyə keçdim, sonra coachluq və bu işlər hamısı mənə əziyyətlə alınırdı. Yəni o qədər yorulurdum. Ayrıca sadə bir şeylər də belə. Təbii ki, hər işdə müəyyən qədər sıxıntılar çıxa bilir, bəzən zaman sərf edirik, nəsə bir durumlar olur, o öz yerində. Amma bir də var ki, hər şey əziyyətlə olsun, hər şeyə yorulasan, çox işləyəsən nəticə olmasın. Bütün bu döngülərdən çıxmaq üçün ayrıca bir texnika olacaq. Valideynlərin pul qazanma sxemindən çıxmamız üçün yəni. Bu da çox-çox vacibdir. Həm ananın pul qazanma sxemlərindən çıxmaq. Yəni, pul qazanmaq o demək deyil ki, ola bilər sizin ananız evdar xanım idi. Necə ki, mən də məsələn, anamın işlədiyini görməmişdim. Amma onun da müəyyən qədər pulla bağlı olan duyğuları, qorxuları mənə də keçmişdi. Onun inancları hamısı mənim də maddi duruma təsir edirdi, mənə mane olurdu. Ona görə də həm anamızın, həm də atamızın pul qazanma sxemlərindən çıxmaq üçün ayrı-ayrı 2 texnika eləyəcəm. Və mən sizə qeyd eləmişəm, hal-hazırda bunları xatırladım. Yəni, çox geniş proqram olacaq. Böyük ehtimalla 1 ay və biraz daha çox davam eləyəcək. Və orada əsas məqsəd odur ki, artıq biz pulla bağlı bütün bu sıxıntıları, bütün bu mövzuları geridə qoyaq. Şəxsən mən özüm 1 ildən çox pul mövzularını işləmişəm. Təlimlər qatılanda həmişə pulu məqsəd deyirdim. Mənimlə bir yerdə olanlar da bilirlər burada. Həmişə yazırdım ki, maddi azadlıq əldə etmək istəyirəm. Nə bilim, satışlarımı artırmaq istəyirəm. Belə məqsədlər qoyurdum həmişə. Və məsələn, münasibət mövzusunu daha az fokuslanırdım. Buna görə nələr öyrəndim, nələr təcrübələrdən keçirdim, hansılar mənə nəticə verdi qazancımı artırmağa və davamlı olaraq hansı texnikalardan istifadə eləyirəmsə, ən önəmlilərini həmin proqramda sizlərə də təqdim eləyəcəm. İndidən yəni nəzərinizdə olsun. Daha sonrasında isə bu proqram bitəndən sonra böyük ehtimalla bir də olmayacaq. Ona görə də qaçırmaq olmaz bunu da. Sonra artıq keçəcəyik başqa mövzulara. Çünki danışacağımız çox şey var əslində. Və mən indi bunları oxuyuram, keçirik seansımıza, buradan ayrılmayın. Əgər hər hansı bir düşünürsünüzsə ki, çıxım, geçdi, bunlar da böyük ehtimalla daxili tərəddüdlərinizin formasıdır. Buna görə də imkan verməyin ki, tərəddüdlər sizi saxlasın. Gəlmişik indiyə qədər. Bu dəqiqəyə qədər məni dinləyirsinizsə, deməli, artıq bir şeylər dəyişdirmək istəyirsiniz, ona görə də seansda qalın. Sadəcə mən biraz da məyus oluram. Bəli, məyusluq duyğusunu gördüm ki, məqsədə çata bilməyəndə də məyus olursunuz. Amma normalda, yəni normalda yox, bu məyusluq duyğusundan çıxandan sonra mən də şəxsən necə oldu, ona əsasən deyim və sizə necə olacaq. Nəsə alınmasa belə, ki, bu ehtimal biraz daha azalır, amma təbii ki, ola bilir də. Həmin məqsədə çata bilməsəz belə, artıq məyus olmaq, özünüzü günahlandırmaq əvəzinə daha fərqli yollar sınaya biləcəksiniz. Daha fərqli fürsətlər qarşınıza çıxacaq ki, bunu necə əldə edə bilərsiniz. Amma hal-hazırda bu duyğular sizə bu fürsətləri görməyə imkan vermir. Bunu da nəzərdə saxlayın. Trenyola girmirəm daha, nəyə görə? Onu da sonra yazarsınız, amma birinci seansımızı eləyək.
Aha, belə bir sual var ki, bu döngüdən çıxmaq üçün nə etməliyik? Bəli, başlayırıq. Tamam, sualları sonunda cevaplayacağım. Sadəcə dedim ki, önəmli məqam qalmasın. İndi hər kəs otaqda təkdirsə, sakitlikdirsə, yəni heç kim sizə mane olmasın, hətta pişik belə varsa otaqda, onu da çıxarın, çünki enerjinizi alır bunlar. Əyləşirsiniz rahat bir şəkildə. Əyləşdikdən sonra isə sadəcə gözlərinizi yumun və başlayın yavaş-yavaş dərindən nəfəs alıb verməyə. Nəfəs alarkən də tələsməyin, rahat olun. Burundan nəfəs alırsınız, ağızdan nəfəsi verirsiniz. Davam edin buna. Və onu da deyim ki, texnika boyunca mən deyənə qədər, yəni gözlərinizi açmayın ki, fokus dağılmasın. Nəfəs alıb verdikcə və çalışın ki, bunu davamlı eləyəsiniz. Nəfəs alıb verməyin, yəni buraxmayın. Bu da sizin üçün faydalıdır. Bədəninizi sakitləşdirir. Və yavaş-yavaş təsəvvür edin ki, hər nəfəs verişində sanki narahatlıqları, sizi düşündürən düşüncələri, təşvişinizi hamısını bir yerdə qara bir tüstü kimi bədəninizdən buraxırsınız. Təsəvvür edin bunu və dərindən nəfəs verin bununla paralel. İndi isə səsli şəkildə deməyinizi istəyirəm. Mən prosesə hazırım. Səsli şəkildə deməyiniz önəmlidir. Mən prosesə hazıram. Nuray xanım, zəhmət olmasa səsi bağlaya bilərsiniz. Yəni siz özünüz deyərsiniz, amma yəni bu prosesə biraz mane olur o baxımdan. Təşəkkürlər. Və artıq hazırıq və başlayırıq yavaş-yavaş mənim dediklərimi təsəvvür eləməyə. Təsəvvür edin ki, qarşınızda bir otaq canlanır. Sanki siz çöldən görürsünüz bir ofis kimi, balaca bir otaqdır və yavaş-yavaş addımlayırsınız qapıya doğru ki, ora daxil olasınız. Və qapını açıb içəri daxil olursunuz. Sadə bir otaqdır, orada bir masa var və masa arxasında isə həm ananız, həm də atanız əyləşib. Və siz də keçirsiniz qarşılarına və üzbəüz əyləşirsiniz onlarla. Buna fokuslanın, davam edirik. İndi isə mən dediklərimi hər biriniz, yəni mən cümləni deyəcəm və biraz zaman verirəm sizə. Sadəcə səsli şəkildə təkrarlayın. Əziz ana, əziz ata, sizi görürəm, buradasınız, qarşımdasınız. Mən indiyə qədər həyatımdakı bu problemləri ona görə yaşayırdım ki,
Bunu deyin, sonra sizə bir dəqiqə vaxt verirəm ki, sesli şəkildə deyəsiniz. Hal-hazırda bu məqsədə çatmağa sizə nə mane olur, hansı sıxıntını yaşayırsınız? Bunu sesli şəkildə dilə gətirin və bu yöndə davam edək. Məsələn, indiyə qədər ona görə pul qazana bilmirdim ki, ya da ona görə bu telefonu ala bilmirdim ki, ona görə istədiyim münasibəti qura bilmirdim ki, sizdə hansıdırsa onu deyin sesli şəkildə. Hı -hı. Çünki düşünürdüm ki, deyin sesli şəkildə. Əgər mən istədiyim kimi yaşasam, bu məqsədimə çatsam, ya da bu arzumu gerçəkləşdirsəm, sizdə hansı məqsəddir, hansı arzudursa bunu deyin sesli şəkildə. Yəni, əgər bunu əldə edəsəm, bunu alsam, bu olsa. Hı -hı. Davam edirik. Sesli şəkildə təkrarlayın mənim dediyimi. Qorxurdum ki, birdən sizdən ayrılam. Birdən sizin sevginizi hiss eləmərəm. Və buna görə də indiyə qədər bu mənim həyatımda alınmırdı. Özümə icazə verə bilmirdim. Çünki əgər bu gerçəkləşsə, özümü günahkar hiss edəcəkdim. Ki bu məndə var, amma sizdə yoxdur. Siz bunu yaşamamısınız, bunu görməmisiniz. Mən etiraf edirəm ki, bugünə qədər özümü bu şəkildə qısıtlayırdım. Özümə icazə verə bilmirdim. Və ya ertələyirdim, ya pul tapmırdım, ya da nəsə maneələr çıxırdı. Amma səbəbini indi anladım. Əgər indi bir emosiya hiss edirsinizsə, bu arada mən deyərkən, yəni böyük ehtimalla ağlamaq istəyə bilərsiniz, bəlkə gülmək tuta bilər, bəlkə hıçqırıq tutur, bəlkə əsniyirsiniz ya da başqa bir şey, bəlkə bədəninizdə nəsə bir şey hiss edirsiniz. Bunlar hamısı reaksiyalardır, yəni narahat olmayın. Sakitləşdirmək üçün su içə bilərsiniz, nəfəs alıb verə bilərsiniz, yəni dərindən. Amma gözlərinizi açmayın, çünki davam edirik və yavaş-yavaş əsas hissə ilə bitirəcəyik texnikamızı. Əsas fərqindəliyi siz artıq gördünüz ki, indiyə qədər niyə bu istənilən məqsədiniz hələ də gerçəkləşməmişdi. Çünki daxildə hələ də düşünürüz ki, axı valideynlərimdə bu yoxdur, məndə olsa özümü günahkar hiss edərəm. Bilinçli olaraq hətta bunun fərqində olmamış ola bilərdiniz, deyə bilərsiniz hətta indidir ki, yox, belə deyil, amma bu sadəcə bir inkardır, yəni hələ də şüuraltı sizi özünü
qoruma mexanizmi göstərir sadəcə olaraq. Amma reallıq budur ki, biz istənilən bir məqsədimizə çatmaq üçün ilk öncə bu etapı keçməyimiz lazımdır. Özümüzə icazə verə bilməyimiz üçün. Artıq bunu aşandan sonra biz artıq bunun üçün addımlaya bilirik. Artıq ertələmirik ya da pul sıxıntısı yaşamırıq bunun üçün. Çünki məsələ heç vaxt pulda deyil. Biz hazır olanda bunun üçün pul zaten tapa bilirik, qazanırıq ya kimsə verir, ya nəsə olur. Bunu daha sonrasında danışarıq. Hazırsınızsa davam eləməyə, gəlin davam eləyək. Aha. İndi isə hiss eləyin ki, ananızla atanız sizi dinlədi və başa düşdü ki, indiyə qədər bu düşüncə ilə məqsədinizdən uzaqda yaşamısınız. Arzularınıza çata bilməmisiniz. Və mənim səsimlə təsəvvür edin ki, həm ananız, həm atanız sizə bunları deyir, bunları xatırladır. Əziz qızım ya da əziz oğlum, biz səni anlayırıq. Sən bizim sevgimizi hiss eləmək üçün, bizi davamlı yanında görmək üçün, bizi itirməmək üçün özünü saxlayırdın. Bəzən problemlər yaradırdın həyatında. Bəzən özünə icazə verə bilmirdin. Və düşünürdün ki, əgər mən sizdən yaxşı yaşasam, günahkaram. Çünki düşünmüsən ki, sənin istədiyin bu şey, bu məqsəd, bu arzun bizdə olmayıb. Amma bunu həmişəlik xatırlamağını istəyirik. Əziz balamız, sənin istədiyin şeyin bizdə olmaması o demək deyil ki, səndə də ola bilməz. Bu əsla o demək deyil ki, əgər sən bizim övladımızsansa, mütləq bizim kimi yaşamalısan, bizim qədər qazanmalısan. Yox, belə bir şey yoxdur. Ya da belə bir şey yoxdur ki, əgər bu məqsədinə çatsan, birdən biz səni sevmərik, yanında olmarıq. Belə bir şey əsla yoxdur. Hər dəfə belə düşüncələr gələndə istəyirik ki, sadəcə olaraq gözlərini yumub bizi gözünün qarşısına gətirəsən. Sadəcə bir dəqiqəlik belə olsa. Və bu sənə xatırlatsın ki, əgər sən istədiyin zaman, istədiyin anda, ehtiyacın olanda, sevilmək istəyəndə bizi qarşında görə bilirsənsə, hətta fərqi yoxdur, yanındayıq yoxsa uzaqdayıq, heç bir fərqi yoxdur. Əgər gözünün önündə bizi görə bilirsənsə, sənə sevgi göstərdiyimiz anları xatırlaya bilirsənsə, bu özü belə ən böyük işarədir ki, biz səni onsuz da sevirik. Sən daha yaxşı yaşasan da, fərqli seçimlər eləsən də, bizdən çox qazansan da, yaxşı münasibətin olsa da, hətta fərqli ölkədə yaşasan da, bu dəyişmir. Bizim sənə olan sevgimizi heç bir şey dəyişməyəcək, narahat olma. Buna görə də bundan sonra belə düşünməyinə ehtiyac yoxdur. Əksinə, bilməyini istəyirik ki, hətta həmişə xatırlamağını istəyirik ki, bunu həm ananız, həm də atanız deyir. Əksinə, əgər sən daha xoşbəxt olsan, daha zəngin olsan, istədiyin həyatı qura bilsən, bu bizi daha çox sevindirər, daha çox qürurlandırar ki, biz sənə bu həyatı bəxş elədik, sən də bu həyatı istədiyin kimi dəyərləndirirsən, gözəl yaşayırsan. Nəinki bizdə yoxdur deyə sən də özünü limitləməyin. Biz bunu istəmirik. Ona görə də bizim sevgimizdən
hər zaman sənin daxilində olmağımızdan əmin ola bilərsən. Sənə istədiyin kimi yaşamaq olar. Sənə bu arzularına çatmaq olar. Sənə bu məqsədini gerçəkləşdirmək olar. Və bunların heç biri səni bizdən ayırmaz. Və indi isə bunları qəbul etmək üçün istəyirəm ki, sizlər təsəvvür eləyərsiniz ki, valideynlərinizi qucaqlayırsınız. Təbii ki, əgər içinizdən gəlirsə, bunu eləyə bilərsiniz rahatlıqla. Qucaqlayın, onların sevgisini yenə bir daha hiss eləyin. Və burada önəmli bir şey demək istəyirəm sizə. Hətta ola bilər ki, valideynləriniz sizə sevgisini göstərməyiblər. Bəlkə düşünürsünüz ki, sevgisiz böyümüsünüz. Ola bilər, bəzən belə düşünürük bizlər, amma yəni hər kəs sadəcə olaraq fərqli-fərqli xarakterlərdədir. Gəlin bunu da qəbul edək. Yəni hər insan sevgisini də göstərə bilmir ya da fərqli şəkildə göstərir. Məsələn, ola bilər ki, valideyniniz pul verərək sevgisini göstərirdi, amma siz deyək ki, qucaqlanmaq istəyirdiniz. Ola bilər ki, bu onun sevgi dili deyildi. Bunu bacarmırdı, amma o başqa cür bacarırdı, başqa cür göstərirdi. Bunun fərqinə vara bilsəz, bundan sonra bu yöndə düşünsəz, sizin üçün həyat daha yaxşı olacaq, daha rahat olacaq və məqsədlərinizə daha yaxşı çata biləcəksiniz. Çünki bu həqiqətən də görürsünüz ki, həyatımızda nə dərəcədə önəmli bir şəkildə təsir edir. Və onları qucaqlayın, təsəvvür edin ki, bədəninizdə əriyir yavaş-yavaş ananız və atanız və hər zaman üçün bunu xatırlayırsınız ki, yəni əslində onlarda olmayan bir şeyi əgər siz əldə eləsəz həyatınızda, fərqi yoxdur, kiçik bir şey ya böyük bir şey, adicə olsun geyim almaq. Məsələn, deyək ki, ananız çox müxtəlif geyimlər almağı sevmirdi, amma siz istəyirsiniz ki, geniş bir qarderobunuz olsun. Bu belə sizin günahkar olduğunuz anlamına gəlmir. Yəni buna görə günahkar hiss eləməyə ehtiyac yoxdur bundan sonra. Özünüzə icazə verməyə başlayın bu seansdan sonra. Və hazır hiss eləyəndə gözlərinizi aça bilərsiniz. Gözlərinizi açın və istəyirəm ki, mən də burada sizin geri dönüşlərinizi oxuyum. Necə hiss elədiniz, nələr gördünüz, hansı qərarları verdiniz bundan sonra. Necə bir seans idi ümumiyyətlə sizə görə. Nə qədər əsnədim. Əsnəməyin iki səbəbi var mənə görə. Mənə görə yox, əslində, yəni belə bir şey. Əgər başlanğıcda əsnəyiriksə, texnikanın başlanğıcında, bu bəzən tərəddüdləri göstərir, sanki dirənc göstəririk eləməmək üçün. Amma daha sonrasında, deyək ki, yarısından sonra əsnəyiriksə, bu yaxşı bir reaksiyadır. Ki, deməli, neyronlar dəyişməyə başlayır. Belə bir reaksiya verir bədənimiz. Ağladım, amma... Bircə dəqiqə. Tamam, ola bilər, yəni məcbur deyilsiniz. Ona görə dedim, əgər istəyirsinizsə. Deməli, mənim telefonum... Nifrət elədiniz. Deməli, mən artıq burada sonlandırıram. İstəyirəm ki, maksimum sizlərə şəfa olsun. Ona görə qısaca bir şey də deyim. Hərəkət planı bundan sonra eləməyiniz mütləqdir. Siz artıq daxilinizə bir dəyişim hiss eləyəcəksiniz. Yəni, dərhal bu gün olmalıdır deyə bir şey yoxdur. Neyronlar biraz zamanla yaranır, amma artıq baxış bucağınız dəyişməyə başlayacaq. Bundan sonra hansı arzunu, hansı məqsədi qoymuşdunuzsa, elə sabahdan başlayın bunun üçün hansısa bir addım atmağa. Yəni, artıq düşünün ki, mən bunu necə əldə edə bilərəm? Məsələn, elə burada Nuray xanım, bizimlə seansa qoşulan xanım, başlasın, məsələn, telefonun markasını dəqiqləşdirməklə. Hansı markanı istəyirsiniz, necə bir telefon, hansı qiyməti, hardan alacaqsınız, necə? Çox oldu suallar, amma yəni, yavaş-yavaş, kiçik-kiçik addımlarla başlayın və davamı gələcək. Burada artıq belə bir etaba keçmişsiniz siz. Daxilinizdəki maneələri artıq biz aradan qaldırdıq, qalır hərəkətə keçmək. Hər birinizə təşəkkür edirəm. Bugün çox interaktiv keçdi bizim canlımız.
Bir neçə gün ərzində yenə də növbəti vebinarı eləməyi düşünürəm. Bu dəfə fərqli bir mövzuda. İndi siz mənə geri dönüşləri yazın, mən canlını bitirib gəlirəm oxumağa. Hələlik. Və bunu sonradan izləyənlər, YouTube-da təkrarını izləyib eləyənlər də rəy bölməsində ən azından təşəkkürlərinizi yazmağı unutmayın. Amma geri dönüşlərinizi də görmək çox xoş olar.